də diqqət edirəm, sən evladlarına çox diqqətçisən, çox qayğı göstərirsən. Bəlkə heç olur ki, bax özündə olmayan həmin o anları istəyirsən evladlarına bəxş edəsən. Bəlkə ona görə daha çox diqqət, qayğı səndə görürük. Yəni tamamilə doğrudur. Bir dənə mənim düşüncəmdə budur ki, mən övladlarımı layiqli, bacardığım qədər sağlam, ağıllı, tərbiyəli və savadlı böyütməliyəm. Bunun üçün əlimdən gələni edirəm. Nə qəşəng saçları var qızların. Mən olan saçlarını qoruyuram, sevgimdə qoruyuram. Tiranəndə saçları gözəldir, maşallah. Mən internatda olanda saçımı başımı həmişə qırxırdılar da. Amma sənin də qəşəng gür saçların var, Bahar. Yəqin elə qızların saçları da səninkinə bənzəyir. Həmişə qırxırdılar saçımı, ağlayırdım. Deyirdim ürəyimdəki mamam burada olsaydı deyərdim ki, mənim başımı qırxırlar da qoyma. Amma bunların saçlarını Sevgi, Baharın hansı mahnılarını ananı sevirsən? hamısını. Hamısını. Sən bəs, Turanə? Ay, nə qəşəng qızlar. İndi Bahar bizi evinlə biraz tanış eləyəcək. Birazdan qonaqlar da gələcək. Deyir ki, Aytekin, hər bir deyir evimdə bir küncümü öz zövqümlə eləmişəm. Amma ilk öncə bizim verilişdən söhbət mətbəxdən keçir, Bahar.